Bir nəfər İsfahanın hacılarından biri bu hadisəni nəql edir. Deyir, günlərin bir günü idi, Allah bizə nəsib elədi. Allah hamımıza bu gecəyə xatir nəsib eləsin həcc ziyarəti. Bir nəfər İsfahandan gedir Məkkəyə, Məkkə səfərinə. Deyir, yolda karvan getdi, mən yatıb qaldım, karvandan ayrı düşdüm və azdım. Karvandan ayrı düşdüm və azdım. Ayıldım ki, karvan gedib tək qalmışam səhranın düzündə. Bilirsiniz də, səhrada getmək çətindir. Yəni o zaman, o şərait, indi nə var ki, elə gedirsən, navigator səni aparır, hər yerdə yazılıb. İndi yəni çox asandır da. Təsəvvürlə sənin bir dənə navigatorun var, onu da gərək biləsən. Və bin nəcmihum yahtədun, ulduzlarla yol gedir. Navigatora vaxt ulduz iddə, ulduz səmti ilə gedirlər. İndi o navigatordan da hər adamın başı çıxmırdı. İndi başı çıxıb çıxmamağa ehtiyac yoxdur ki, elə vurdun knopkanı, özü danışır orada. Dilin bilməsən də o, ən azından o ox işarəsini görsən də aparır səni. Ayıldı səhranın düzündə gecənin bir aləmi, hamı gedib qalıb. Çox narahat oldum deyir, çox qorxdum, çox sıxıldım. Neyniyim, necə eləyim? Çarəsiz adamın halı yaxşı olur. Deyir, yadıma düşdü ki, İsfahanda bir cümə namazında iştirak eləyəndə bizim İmam Cümə demişdi ki, çətinə düşəndə Həzrəti İmam Zaman əleyhissalama təvəssül eləyin, harada olsa özünü yetirər və sizə bir yol açar. Ağaya təvəssül eləyin, ağa sizə bir kömək eləyər. Deyir, bu düşdü yadıma və o dua düşdü yadıma. Başladım bu duanı oxumağa. Əl-Mustağasu bikə ya sahibə zaman. Rivayətlərdə var ki, haçan çətinə düşdünüz, çox böyük çətinliklə üzləşdiniz, bu zikri deyin. Əl-Mustağasu bikə ya sahibə zaman. Ağa dadına çatar adamın. Ağanı köməyə çağırın. Deyir, mən təvəssül edim Həzrəti Hüccət əleyhissalama. Səmimi. Orada adam səmimiləşir axı. Ona görə niyə deyirlər duanı xəlvətdə elə, tək elə. Adam tək və xəlvətdə olanda üzr istəyirəm bu cümləmə görə, qudurmur. Adam tək və xəlvətdə olanda öz acizliyinə daha çox etiraf edir və özünün daha yaxşı sındıra bilir Yaradanın qabağında. Deyir, dua elədim. Öyle bir dəqiqələr keçmişdi, gördüm ki, bir 3-4 dənə atdı, gecənin qaranlığıdır, gördüm də atdı mənə yaxınlaşır. Gəldilər, yaxınlaşdılar. Salamünaleyküm, aleykümüssalam. Nə istəyin var belə bizim dildə, nə qulluğun? Deyir, dedim ki, siz kimsiz? Deyir, onların içindən bir nəfər dilləndi ki, kimi çağırmışdınsa o. Çatmadı mənə. Adətən də deyirlər, həzrətlə görüşənlər o anda başa düşmürlər. Çünki başa düşsələr başqa bir çətinliklər əmələ gələr olar üçün. O anda başa düşmürlər. Hətta Ayətullah Mərəşi deyir ki, mən İmam Zamanla görüşdüm. Gedəndən sonra bildim ki, İmam Zaman idi. Ayətullah Mərəşi Nəcəfi ki, da böyük şəxsiyyətlərdən idi. Kufə məscidindəki İmam Zamanla görüşür. 40 həftənin çiləsindən sonra deyir, gedəndən sonra mən bildim ki, bu İmam Zaman idi. Deyir, dedim, siz kimsiz? Dedi, kimi çağırmışdın? O. Dedim, Allah köməyiniz olsun. Amma tam çatmır da buna kim? Dedim ki, Allah köməyiniz olsun. Dedi, nə istəyirsən, nə çətinliyin var? Dedim, bəs yolu itirmişəm, karvan da gedib. Deyir, dedi ki, narahat olma. Dostlardan biri səni mənzil başına çatdıracaq. Başqa nəsə qulluq ehtiyac var? Deyir, dedim, yox, sağ olun, Allah köməyiniz olsun. Deyir, bunlar getdilər, bir nəfər qaldı. Dedi mənə ki, gəl min tərkimə. Götürdü mən atının tərkinə. Dedi, xahiş edirəm, gözlərimi bağla. Bağladım gözlərimi. Elə bağlayan kimi dedi, açdım. Gördüm ki, mən Məscid-ül Həramdayam, Kəbədəyəm. Düşdüm atdan. Baxdım, gördüm ki, bu atın üstündəkini tanıyırım. Amma mən o qədər pis olmuşam ki, indi bunun adını da bilmirəm, ləqəbini də deyə bilmirəm. Niyə? Deyir, bu kişi İsfahan bazarının hambalıydı. Hamı da buna hambal deyirdi. Adını da bilmirik deyir. İndi mən deyə bilmirəm axı ki, sən hambalsan. Adını da bilmirəm. Deyir, o hiss elədi. Dedi, tanıdın məni. Deyir, dedim ki, hə, sən İsfahanlısan, bir söz tapdın da deməyə. Sən İsfahanlısan, deyə bilmir axı İsfahan bazarının hambalısan. Deyir, dedim, sən İsfahanlısan. Dedi, hə, İsfahanlıyam. Hambal filan kəs. Adın dedi. Özü dedi ki, hambal filan kəs. Deyir, dedim, bəs o bəyək sənin yanındakılar kim idi? Dedi, bilmədin? Dedim, yox. Dedi, İmam Zaman idi da. Vurdum, deyir, başıma gözümə da gecdi. Dedim, kişi, sən hara, İmam Zaman hara? Dedi, da bu İmam Zamanın əmri idi, mən sənə kömək eləməliydim, elədim. Və sən də məni tanıdın. Bilirsən də şərt budur. Heç kimə deməyəsən, mən nə qədər sağam, heç kimə deməyəsən. Deyir, məndən Kəbənin yanında vədə aldı, söz aldı, dedim, baş üstə.
Qurtardı. Ziyarət bitdi. Qayıtdım, gəldim İsfahana. Həcdən gəlib qonaqlıq verir, ehsan verir. Ki müstəhəbdir də, bilirsiniz Həzrət Peyğəmbər buyurur ki, bir neçə yerdə qonaqlıq vermək müstəhəbdir. Biri də həcc ziyarətindən gələndədir. Allah o qonaqlığı verməyi hamımıza nəsib eləsin inşallah. Deyir, qonaqlıq verirəm, böyük süfrə açmışam. Bu İsfahanın tanınmış imkanlı tacirlərindəndir. Amma gözüm yoldadır, görüm bu hambal gələcək yoxsa yox. Deyir, birinci gün ki ehsan süfrəsi verdim. Bax, ehsan süfrəsi verəndə müğayət oluna görün kimi çağırırsınız və süfrəmizdə kim oturacaq. Çalışın, toxları ehsana çağırmayın, acları çağırın ehsana. Çalışın, imkansızlara iftar verin, imkanlıya iftar verməzlər. Mən çox deyəmirəm bu məsələlərin üstündə, mən biraz pis adamam, sonra pis danışacağım. Deyir, birinci gün ehsan süfrəsi açıldı. Gözüm yoldadır. Allah bu kişi gələydi mənim evimə bərəkət verəydi, Allah buna inan. Bayır axşam oldu, qonaqlıq qutardı, bu kişi gəlmədi. İkinci gün oldu, yenə də süfrələr quruldu, cəmaat gəlir, gedir, hamısına qulluq edirlər, qohumlarım, əqrabalarım. Gözüm qalıb yolda, görən bu hambal gələcək ya gəlməyəcək. Deyir, ikinci gün oldu, gəlmədi. Çox nigaran oldum. Artıq düşündüm ki, deyəsən, layiq bilmədi mənim evimi gəlməyə. Çox nigaranam. Üçüncü günün deyir, ehsan süfrəsində oturmuşdum. Gördüm ki, bu Allahın dostu, Həzrəti İmam Zaman ağanın dostu gəldi. Gəldi, mən də deyir, oturmuşam. Daha indi bu həcdən gəlib. Mən deyir, oturmuşam, qardaşım, əmmim uşaqları qulluq eləyirlər. Deyir, mən bunu görəndə ki, qapıdan girdi, istədim durum. Gözün ağartdı, mənə işarə elədi ki, bəs biz söz danışmışıq axı. Sən bir dənə İsfahanın tanınmış taciri, mən də İsfahanın hambalı. Durarsan ayağa, deyərlər, sən hambalın ayağına niyə durdun? Çalışın, hambal gələndə ayağa durun. Kasıb gələndə ayağa durun. Yetim gələndə ayağa durun. Qudurmuş it kimi quduzların ayağına durmayın. Deyir, gözün ağartdı mənə. Bunun sözündən çıxa bilmərəm ki, bu İmam Zamanla oturur durur. Ağadır bu. Camaat elə bilir, hambaldır. Ağadır bu. Şahdır bu. Deyir, oturdum. Artıq deyir, 3 gündür məclis veririk. Gələn qonaqlar gəlib gedib, 3-cü gündür, artıq məclisin axırıdır, günorta namazından sonradır, axşam tərəfi, məclisin seyrək vaxtıdır. Deyir, götürdülər, bir stəkan çay qoydular bunun qabağına, gördüm, yemək gətirən yoxdur. Baxdım, gördüm, yemək gəlməyib buna, istədim qardaşıma, əmmim oğluna deyim, oradan deyir, mənə bir dənə işarə elədi ki, bəs söz danışmışıq axı, vədəni pozma. Deyir, ürəyim yanır, deyir. İmam Zamanın dostu gəlib oturub süfrənin başında yemək verən yoxdur. Restorandan çıxıb gələnlərin qabağına yemək düzürlər. İndi çoxları hindi də o cür eləyir. Ehtiyacı olanlara yemək verən yoxdur. Deyir, dili ilə deyir ki, mən yemişəm. Deyir, eybi o bir tikə də yedə. Hələ ona paraca verdi, o bir tikə mi? Deyir, gördüm ki, buna adam yerinə qoyan yoxdur. Allah. Bu nə iş idi, mən düşdüm. İmam Zamanın dostu, Allahın dostu gəlib oturur mənim evimdə. Çörək qoyan yoxdur bunun qabağına. İstəyirəm deyim. Deyir, işarə eləyir mənə ki, məbbada, məbbada, məbbada. Deyir, bir stəkan çay içdi, biraz da oturdu. Heç kim heç nə qoymadı qabağına. Durdu, dedi, Allah ziyarətimizi qəbul eləsin. Çıxdı, getdi ac-ac. Çıxdı, getdi, deyir, ac. Məclis qutardı, bitdi. Məclislərin səhəri günü artıq ki, biz 4-5 gündür gəlmişik Məkkədən. Getdim bazarda bunu tapdım. Bazara işə gəlirdi hər gün. Getdim, deyir, bunu bazarda tapdım. Düşdüm əlinə ayağına. Səni and verirəm Allaha. Məni də bağışla, qohumlarımı da bağışla. Biz ədəbsizlik elədik sənə. Sənə yaraşmayan hərəkətlər oldu sənə qarşı. Toxları doydurdular, səni doydurmadılar. Sən Allah məni bağışla, sən İmam Zaman məni bağışla. Deyir, dedi, bu söhbətləri eləməklə, boş verginə. Bu dünya belə gəlib, belə də gedəcək, narahat olma. Nə istəyirsən? Deyir, dedim ki, daha indi onlar bilmədilər də sən kimsən, mən ki bilirəm sən kimsən. Nə olar, gəlim yanva, mənə kömək elə adam olun. Gəlim yanva, mənə kömək elə adam olun. Deyir, dedi ki, hacı, elə bil biraz gecikmisən. Deyir, çox narahat oldum. Dedim, adam olmağa. Dedi, yox, Allahın rəhmət qapısı, tövbə qapısı həmişə açıqdır. İnsan haçan istəsə kamillik tapa bilər. Məni ilə dostluq eləməyə gecikmirsən. Mənim ömrümdən qısa günlər qalıb. Daha çox görüşə bilməyəcəyik. Amma sənə
Bir dənə görüş verirəm. Gələrsən evə, biraz danışarıq. Bəzi şeyləri əsrar-ı ilahidən, o Allahın sirlərindən bəzilərini öyrədərəm sənə. Bir vaxt vədə oldu, gəldim. Elə bil məsələn bir saat deyib mənə, məsələn sabah saat 11-də gələrsən. Deyir mən istədim biraz zirəklik eləyim. Dedim bir saatda tez gəlim, biraz çox istifadə eləyim bundan. Bir saat tez gəldim bunların küçəsinə, adres verib də. Deyir gəldim, evi tapa bilmirəm. Bu küçə ilə o tərəfə gedirəm, bu tərəfə gedirəm. Bütün rəqəmlər var, bu deyən rəqəm yoxdur. Deyir, bir saat ki tamam oldu, bu mənə demişdi saat 11, mən də ondan küçədə evi axtarırdım. Saat 11 olandan sonra gördüm elə ev buradadır ki. Amma mən bir saatdir gəzirəm, o evi görə bilmirəm. Deyir, gəldim, qapını döydüm. Möminlər, diqqətli olaq ha. İmam deyir ki, Allah dostların içinizdə gizlədir. Bilmirsən kimdir? Deyir, qapını döydüm. Xanımı gəldi, qapını açdı. Xanımı gəldi, qapını açdı. Dedim, ağa evdədir. Deyir, xanımı təəccübləndi. Dedi, sən İsfahanlısan? Dedim, hə. Dedi, nə yaxşı ağa deyirsən ambala. Xanımı bilir bu kimdir. Amma İsfahanlılar bilmir axı. Dedi, sən İsfahanlı olduğun halda nə yaxşı hambala ağa deyirsən. Deyir, dedim ki, xanım, mən ağanı tanıyıram. Dedi, xanım bildi də mən nə deyirəm. Dedim, xanım, mən ağanı tanıyıram. Dedi, hə, gəl. Mənə dedi ki, gələsən içəri. Ona görə mən qapıya çıxdım. Ağanın qonağı var. Yəni bu hambalım. Deyir, girdim içəri. Gördüm ki, İmam Zaman Aleyhisselam əyləşib, da tanıyıb bax imamı. Evin ortasında. Bu hambal da bunun başına təvaf eləyir, fırlanır. Bilirsiniz də o mərifət əhli imamın başına təvaf eləyər. Necə ki hindi, bax indiya, bu dəqiqə, bu saniyə. O təvaf yer üzündə baş verir. Tənəzzəlul mələikətü və ruhu fiyha bi izni rabbihim min kulli əmr. Quran deyir ki, mələklər yer üzünə nazil olublar, düz. Bir nəfər gəldi İmam Baqir ağanın huzuruna. Dedi, yəbnə Rasulillah, bu ki Allah Quranda deyir, tənəzzəlul mələikətü və ruh. Siz o mələkləri görürsünüz gələndə. İmam buyurdu, keyfə la nərə və hum yatufuna aleyna. Necə biz onları görməyək? Onlar yer üzünə gələndə gəlib bizim başımıza təvaf eləyirlər. Mələklər ki Qədir gecəsində nazil olur, gəlib zəmanənin imamının başına təvaf eləyirlər. O hambal ki mərifətiyəsi idi, İmam Zamanı qoyub evin içinə, oturub evinin içində, başına təvaf eləyir. Deyir, girdim içəri gördüm, imam əyləşib, bu da bunun başına təvaf eləyir, fırlanır bunun başına. Salam verdim, oxşayır ki o kişi də elə belə kişi olmayıb. İkinci dəfə İmam Zamanla üz-üzə gəlir, İmam Zamanın çağırışına gəlib bunun. Deyir, salam verdim, ağa salamıma cavab verdi. Hay hay. İmam Zaman adama deyə, aleykəssalam mömin. Adam istəsə olardı. İndi mən ola bilməm, mən adam olanmadım, mən bu cür olanmadım da. İstəsə hər kəs olar da. Uveys Qarəni ilə Peyğəmbər bir ömür görüşmədi. Danışanda deyirdi, mənim qardaşım Uveys. Kişinin oğlu, qardaşım. Həzrət Rəsulullah deyir, qardaşım Uveys. Ağa buna cavab verdi. Həzrəti İmam buna cavab verdi. Aleykəssalam hacı. Allah adamı elə hacı olmağı ruzu eləsin ki, İmam Zaman ona cavab versin. Gəlib sonra naturalına araq satan hacılardan olmasın. Deyir, elə mən girdim, bu da təvaf eləyirdi, ağa durdu ayağa. Həzrəti Hüccət əleyhissalam durdu ayağa. O hambalı qucaqladı, bastı bağrını. Deyir, hər iki üzündən öpdü. İmam Zaman o hambalın tozlu üzündən öpür. Deyir, hər iki üzündən öpdü. Çiyinlərindən öpdü. Musafihə elədi. Musafihə, yəni bağrına basmaq. İmam deyir, bunu bastı bağrına. Dedi, sağlıq olsun, görüşərik inşallah. Bu sözü dedi, çıxdı bayra. Dedim ki, ağa nə məsələ idi? Niyə gəlmişdi ağa?
Harda görüşəcəksiniz bir də? Dedi ki, mömin, mən sabah dünyadan gedirəm. İmam gəlmişdi məni yola salsın. Baba, insan istəsə bura çatar. Gedəndə İmam Zaman gələr onu yola salar. Deyir, mən sabah dünyadan gedirəm. İmam gəlmişdi məni yola salsın. Deyir, oturdum. Dedi ki, da mən sənə vədə vermişəm, bəzi şeylər sənə öyrədim gedim. Oturdum, deyir. Bəzi şeylər mənə dedi, danışdı, başa saldı, biraz tövsiyə elədi mənə. Dedi, mən sabah dünyadan gedirəm. Bu da mənimlə görüşdü, qucaqlaşdı, məni yola saldı. Çıxdım, gəldim, deyir, niskil öldürür məni, ürəyimdə partlayıram, heç kimə heç nə deyə bilmirəm, özdə deyir, sabah gedəcəyəm. Və deyir, eyni zamanda mən hələ, bu da öyləm axı, mən hələ deyirəm, görəsən doğrudan gedəcək, görəsən bu doğrudan ömrü çatdı sona. Belə deyir, götür qoy, axşam oldu, gecə oldu, yatdım, səhər açılan kimi sübh namazını qıldım, adətən hamballar tez gələr axı bazara. Durdum, deyir, qaçdım bazara. Qaçdım bazara, hələ havanın qaranlığıdır, sübh namazından sonra gün çıxmayıb. Gördüm, bazarda hamballardan heç kim yoxdur. Bir saat gözlədim, saat yarım gözlədim, hava açıldı. Hava açıldı. Hava açıldı. Gördüm, heç kim yoxdur. Deyir, bu bazar əhlindən təşəkkür, var burada dədə. Deyir, bu bazar əhlindən gəldim, soruşdum ki, bu bazarın hambalları hanı? Deyir, hamısı təəccüblə bir-birinə baxdı, dedilər, bugün gəlməyiblər işə heç biri. Deyir, dedim, ha, deyəsən onun başında iş var. Demişdi, axı sabah gedəcəyəm. Artıq gün çıxıb, deyir. Hava açılıb. Qaçdım, deyir, bunların evinə. Tanıyıram da evlərini. Deyir, mən çatanda gördüm ki, 4 nəfər bunu bir dənə palazın arasında evdən çıxardır. Bazarın hambalları. Heç kim yoxdur dəfn mərasimində. Heç kim gəlməyib. Elə qonum qonşu da qıraqdan dayanıb baxır ki, qonşumuz hambal ölüb, palazın ortasına qoyub aparırlar. Gəldim, deyir, mən də girdim cənazənin altına. Gəldim, bunlarla apardıq, onu dəfn elədik. Bu mənə demişdi, mən nə qədər sağam heç kimə demə axı, da yötdü də dünyada. Deyir, dəfindən çıxan kimi bunu dəfn elədik, qoyduq qəbrə, gəldim İsfahanın İmam Cüməsinin yanına. Gəldim İsfahanın İmam Cüməsinin yanına. Bütün bu hadisəni ki, sizə mən danışdım, deyir, mən danışdım Ayətullah İsfahaniyə. Dedim ki, Hacı ağa, belə bir hadisə baş verdi və filan yerdə dəfn elədik bunu. Deyir, Hacı ağa dərsdə idi. O müctehid dərsdə idi. Dərsi saxladı, bütün tələbələrinə dedi ki, durun gedək, onun qəbrini ziyarət eləyək və qəbrinin üstündə bir dənə xətm oxuyaq ona. Deyir, gəldik, deyir, qəbrini ziyarət elədik. Bir saatın içində bir dənə xətm oxudular ona, tapşırdılar. Ustad dedi ki, Ayətullah İsfahan dedi ki, bir dənə tövsiyəm və vəsiyyətim var sizə, əziz tələbələrim. Vəsiyyətnaməmə də bunu yazacağım və qeyd edəcəyəm. Mən dünyadan gedəndə məni gətirib bu hambalın ayağında bastırarsınız. Niyə? Dedi, bu hadisə ki, sən danışdın, deməli İmam Zaman bunun qəbrinin ziyarətinə gəlir. Nə olar, gələndə ağa mənim də qəbrimi tapdalıya da. Bu da mərifətdəndir də. Bu da mərifət sahiblərinin işidir də. İmam Rızanın zəvvarları Əbasəlti ki, ziyarət eləmişsiniz də. Əbasəlt niyə orada dəfn olub? İmam Rızanın yanında dəfn eləyənməzlər. Əbasəlt o şəxsiyyət idi ki, İmam Rıza can verəndə İmam Cavad teyyülərzlə Mədinədən Tusa gəlməmiş, mübarək başı Əbasəltin dizində idi. Amma hərəmdə dəfn olmayıb. Şeyx Bəhai İmam Rızadan 6 əsr sonra yaşayıb, 7 əsr sonra yaşayıb, hərəmin içində dəfn olub. Əbasəlti hərəmin içində dəfn edə bilməzdilər. Əbasəltin öz vəsiyyətinə əsasən orada dəfn olunub. İndiki ölçü ilə təxminən Məşədin girişində bir 5 kilometr aralıda, Məşəddən 5 kilometr bu tərəfə, yəni oradan keçib girirsən Məşədə. Əbasəlt vəsiyyət elədi. İmamın o vəfalı dostu. Vəsiyyət elədi. Dedi, mən öləndə məni Məşəd şəhərindən çıxardarsınız, Məşədin yolunun üstündə bastırarsınız ki, ağamın zəvvarları gələndə məni tapdalayıb keçsinlər, ayaqlarının tozu qəbrimin üstünə tökülsün ki, dəyər tapın. Necə olar adam İmam Rızanın zəvvarlarının ayağının tozu ilə dəyər tapdığı halda Allahın qapısında dəyər tapa bilməz? Təbii ki, tapar.